Niyə premium konsultasiya paketini almalısınız? Baxın, ixtisas seçimi bələdçisi, kataloqlar, birinci qrup, ikinci qrup, üçüncü qrup, dördüncü qrup, beşinci qrup, kollec, subbakalavrdan bakalavra, hər bir kataloqda, məsəl üçün ikinci qrup üçün açıram, tutaq ki, marketinq ixtisası, AI riski, yəni süni intellekt tərəfindən yox olma riski 52%. Remote işləmə imkanı yüksəkdir. Xaricdə iş imkanı orta, sahibkarlıq imkanı, yəni sahibkar olaraq işləmək çox yüksək. Kimlər üçün uyğundur, kimlər üçün uyğun deyil. Təxmini başlanğıc maaş aralıqları. 2035-2045-də məsələn nə yazmışam, süni intellekt konteksti uzlaşdırır. Buna görə strategiya, məlumat və orijinallıq bahalaşır. Yekun sahibkarlıq imkanı ən yüksək ixtisaslardan portfolio diplomundan güclüdür. Məsələn, birinci qrup ixtisaslardan açırıq, tutaq ki, elektrik və elektronika mühəndisliyi. Süni intellekt riski 28%-dir. Yəni aşağıdır. Remote aşağıdır. Xaricdə iş yüksəkdir. Sahibkarlıq orta. Kimlər üçün uyğundur? Fizikanı sevənlər, sxem və sistem quranlar, sənaye mühitindən qaçmayanlar. Kimlər üçün uyğun deyil? Fiziki iş istəməyənlər, riyaziyyatı zəif olanlar və yaxud da ki, yaradıcı sərbəstliyi axtaranlara. Maaş aralıqları yazmışam, gəlir aralıqları. Başlanğıc 5 il sonra mütəxəssis olarkən xaricdə nə qədər ola bilər? 2035-2045-ci illər arasında bu ixtisas üzrə hansı yeniliklər ola bilər? Neft qaz mühəndisliyi. Bütün qruplar üzrə dostlar, kollec, subbakalavr, onların hər biri üzrə vəsaitlər hazırlamışam. Sonra kollec üçün, universitet üçün ixtisas seçimi formaları, valideynlər üçün yekun valideyn hesabatı, ən vaciblərindən biri isə şəxsiyyət və maraq testləri. Bu testləri eləyəndən sonra ixtisas seçməsində prosesinə başlayırıq. Bütün bunları əldə etmək istəyirsinizsə, mənlə əlaqə saxlayın və premium konsultasiya paketi üçün qeydiyyatdan keçin.